Martın 21-də Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın hadisəsi olub. Bayram günü evi yanan kişi pulunun və qızıllarının oğurlandığını iddia edir. APA TV-yə danışan ev sahibi Seyfəddin Cumerdov hadisə baş verən gün Şirvanda olduğunu bildirib. Onun sözlərinə görə yanğından sonra qızıl zinət əşyalarını və pulları yerində tapmayıb. Mən rayona getmişdim. Zəng etdilər ki, eviniz yanır. Yanğın hadisəsi də elə qızılın və pulun olduğu yerdə olub. Mən oğurluqdan şübhələnirəm. Qızıl və pulun olduğu rəfdə köynəklər yanmayıb. Əslində onlar külə dönməli idi. Necə ola bilər ki? Seyfəddin oğruların evə eyvandan girməsindən şübhələndiyini də sözlərinə əlavə edib. Hadisə gecə saatlarında olub. Hava da yağışlı idi. Çöldə adam olmayıb, tonqal yandırılmayıb. Buna görə də girmək çox rahat olub deyə düşünürəm. Yanğından sonra qızıl və pulların olduğu yerə baxmışıq. Orada nə pulun çantasına, nə də qızılın qabına aid hələ ki hər hansı bir detal tapmışıq. Qeyd edək ki, hadisə yerinə ekspertlər baxış keçirib, yanğının dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq. Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğınla əlaqədar aidiyyatı dövlət qurumu müvafiq araşdırma aparır. Vətəndaşın kirayədə yaşadığı evdən pul və zinət əşyalarının oğurlanması, evə müdaxilə edilməsi ilə şübhələr üzrə iddialar araşdırma predmetidir. Bununla bağlı ərazi polis orqanında qanunauyğun tədbirlər görülür.